Keçən dəfəki dərsimizdə amortisasiyanın hesablanmalısı metoddan keçdik və orada düz xətt metodu və azalan qalıq metodu haqqında məlumat verdik. Və qeyd elədik ki, amortisasiya ilə bağlı bu adda 2 dənə hesab var. Bunlardan biri yığılmış amortisasiyadır, digəri isə amortisasiya xərci hesabıdır. Təbii ki, amortisasiya xərc adından göründüyü kimi xərc hesabıdır. Yığılmış amortisasiya isə bu isə aktiv hesabdır. Aktiv hesabdır və ingiliscədə onun adı yəni accumulated depreciation gedir. Bunu biləsiniz. Görək bu hesab nə üçün lazımdır? Biz ilk dərsdən bilirik ki, bir əməliyyatları verəndə nə lazımdır? Hesablanma metodu üzrə eləyirik. Yəni ilk öncə bir şeyi hesablayırıq və yaxud planlayırıq. Bu zaman onun öhdəliyini yaradırıq. Digər tərəfdən isə xərcini planlayırıq. Bu metod üzrə bütün əməliyyatların vermişdik buna kimi. Həmçinin amortisasiya əməliyyatının özü də bu metod üzrə həyata keçirilir. Ona görə də yığılmış amortisasiya hesabı müvəqqəti bir hesabdır. Necə ki, biz əmək haqqı xərc, əmək haqqı öhdəliyi deyib, biz əmək haqqı öhdəliyini ödəyəndə əmək haqqı öhdəliyimiz azaldığı kimi, burada da ilk anda yığılmış amortisasiya adı altında biz bir amortisasiya məbləği hesablayacağıq. Sonra avadanlığın dəyərini azaltdıqca o gedəcək ümumi amortisasiya hesablarının yox olması. Yəni ona görə də yığılmış amortisasiya hesabı müvəqqəti bir hesabdır. Biz onun qarşıda da görəcəyik ki, həm bunu əməliyyat şunlarını görəcəyik, həm də T hesabını görəcəyik. Hesablar planda harda qeyd olunur? Biz bilirik ki, yəni 100 ilə 110 arası biz bilirdik ki, hansı hesabları idi? Bilirdik ki, qeyri-maddi aktiv hesabları idi. Bəli. 111-dən isə biz bilirdik ki, nə başlayırdı? Orada əsas vəsaitlər hesabı başlayırdı. Ona görə də 102 nömrəli hesab deyəndə, 102 də olsa, 112 də olsa, bunların hər ikisi yığılmış və ya hesablanmış amortisasiyadır. Və 102 təbii ki, qeyri-maddi aktivlərlə bağlıdır. 112 isə əsas vəsaitlərlə bağlıdır. Yığılmış, amma təbii ki, xərc hesabına, amortisasiya xərcindən söhbət gedirsə, biz bilirik ki, bu xərc hesabdır. Xərc hesabı istəyən adı debetdə artıq, kreditdə azalan bir hesabdır. Ancaq yığılmış amortisasiya hesabı hesab edilən 102 və 112 nömrəli hesablar isə əksinədir. Onların artması kreditdədir, azalması debetdir. Necə məsələn, dividend hesabı? Dividend hesabı özü kapitalın elementidir, ancaq tam tərsini özünə aparırdı. Yəni, bəli. Bu da onun kimidir. Yəni, bu da necə dividend hesabı necə idi? Dividend hesabı belə o kreditdə azalırdı, debetdə artır. Ancaq kapital tam tərsinə idi. Kapitalda kreditdə artıb, debetdə azalırdı. Sadəcə onun yeri oradaydı. O hesablardan biri də yenə deyim, yığılmış amortisasiya hesabıdır. Və bunun belə müxabiləşməsi prosesi necə olur? İlk öncə, yəni bu qeyri-maddi aktivə 102 ilə bağlı qeyd elədiyim kimi 112 nömrəli hesab isə TTA, torpaq tikili avadanlıqlarla bağlı olan hesablardır və əks aktiv hesabdır. Yəni əks aktiv nə deməkdir? Əksinədir. Kreditdə artıb, debetdə azalır. Elə bil ki, bu aktivliyə yer tutur, ancaq özünü öhdəlik kimi aparır. Biləsiniz ki, müvəqqət olması səbəbi ilə, müvəqqət nə demək? Daimi bir şey hesab deyil. Yəni, necəsə gəlirlə xərc hesabı, müvəqqət hesab olan kimi, gəlirlə xərc hesabla bağlanıb, xalis mənfəət kimi, kapitalın üstünə gələn kimi, bu yığılmış amortisasiya hesabı da müvəqqəti bir hesabdır və onlar nə olur? Dövrün sonunda bağlanır və ya silinir. Yaxşı, biz bildik ki, 112 ilə 102 nömrəli hesab burada. Bəs hansı hesabla müxabiləşir? Ya 711.4 ilə, ya 721.4 ilə. Ya 711.4 ya kommersiya hesabı ilə, ya da 721.4 ilə inzibati hesabı ilə. Digər müxabiləşməsi də biz bildik ki, 112 nömrəli hesabımızdır. Burada isə əsas vəsaitin dəyəri silinəndə baş verir. İndi biz nümunəmizə baxaq bir məsələ üzərinə. Görək məsələmiz nə deyir. Məsələmiz deyir ki,
müəssisənin balansındakı avadanlığın ilkin dəyəri 45.000 manatdır. Faydalı istifadə müddəti 5 ildir. Təbii ki, birinci il üzrə amortisasiya məbləği 9.000 manat təşkil edir. Bunu azalan qalığını endirilsə, düz xətlə endirilsə. 5-ci ilin sonunda avadanlığın ləğv etmə dəyəri, məsəl üçün, 2.000 manat olubdur. Müəssisə bu avadanlığı digər müəssisədə isə 4.000 manata satıbdır. Deməli, dövrün sonunda ləğv etmə dəyəri 2.000, o həmin 2.000 il ləğv etmə dəyəri miqdarında olan avadanlığı ikinci, üçüncü əl kimi digər bir müəssisə 4.000-ə satıbdır. Görə bizdə nə tələb edilir? Məsələn, müxaviləşməni vermə, hesab üzərindən bu əməliyyatları təsvir etmək. İlk öncə, baxaq, bunun üçün bizə hansı hesablar lazım? 111, 112, 721 və 724 dolar, 721 dolar və 711. Bir də 731. 731 nə üçün lazımdır? Avadanlıq xaric olmasın. Niyə? Biz ləğv etmə dəyəri demək ki, mən onu çıxardıram, mal kimi artıq çıxardıram satmağa. Həmin o 2.000 manat da SMMD-yə yoxdur. Niyə mən onu ləğv etmə dəyəri SMMD adını qoymuruq? Ancaq ona adına qoyuruq aktivlərin xaric olması xərcləri. Və sonuncu bir hesabımız nə olur? 611. Təbii ki, mən 2.000-ni çıxarıb 4.000-ə satıramsa, onunla bağlı mənim gəlir daxil olur. Deməli, o da 611.1-dir. 601 hesabları olanlar dediyimiz kimi xidmət və mal gəliri ilə bağlıdır. Ancaq 611 nömrəli hesab isə bu SAR əməliyyat gəliri ilə bağlıdır. Görək bunun əməliyyat jurnalına müxaviləşməsi necə olur? İlk anda, baxaq. Təbii ki, burada biz bank hesabından götürsə 223 nömrəli bank hesabımızdır. Buradan nəqd alsaq 45.000 manat çıxır və biz avadanlığa sahib oluruq. Nədir? 111 nömrəli hesaba sahib oluruq. Yəni, nə olur? Avadanlığın dəyəri ilkin alış qiyməti ilə balansa daxil edilir. Həmin an fərz eləyək birinci il üzrə. Biz nə edirik? Deyirik ki, deməli, burada biz birinci il üzrə amortisasiya məbləği nə qədər olacaq? 9.000. Necə oldu? Biz birinci xərc hesabını yazmalıyıq. Səbəb nədir? Çünki o debet də artır. Debet də artır. Gördünüz? Bu debet. Ona görə birinci bunu yaz. İkincisi nə yazmalı? Bu debetdəsə o birisi mütləq kredit. Ona görə ikincisi yığılmış amortisasiya yazar. 9.000. 9.000 hardan aldıq? Biz bildik birinci il üzrə bu qədərdir. Digər növbət illər üzrə nə qədərdir? Təbii ki, növbəti illər üzrə məsələn 34.000 də ola bilər. Bildiniz? 34.000. Fərz eləyək ki, bu 34.000. Burada da görürsünüz. Yəni 34.000. 9.000 buradadsa, 34.000 də buradadır. Sonra növbəti dəfə bu məsələdə biz qeyd edirik ki, 9.000-li birinci il üzrə. Bizim burada hədəfimiz bunun metodu izah eləmək deyil. Bizim burada hədəfimiz müxaviləşməni verməkdir. Birinci üzrə fərziyyət 9.000-dir. Digər il üzrə nə qədərdir? Digər illər üzrə 5 il isə, növbəti 4 il üzrə isə 34.000. Cəmi nə qədər eləyir? Cəmi eləyir 43.000. Ortada 2.000 qalır. 2.000 də ləğv etmə dəyəri ilə bağlıdır. Gördünüz? Bunu mən siz bunu illər üzrə 5 il eləsə illər üzrə verəsiniz. Məsəl üçün ikinci il üzrə düz xətlə eləsəz hər il 9.000 verəsiniz. Düz xət üzrə eləsəz. Sonda demişdik ki, düz xət metodunda ləğv etmə dəyəri yəni biləsiniz ki, öncədən də müəyyən edilə bilər. Yəni sonda da müəyyən edilə bilər. Ancaq azalan qalıqda isə adətən bu öncədən müəyyən edilir, sonda müəyyən edilir. Deməli 9.000 buradadır, görürsünüz 9.000-də, 34.000 də buradadır. Cəmi elədir məsələn 43.000. Gördünüz? Burada ilk anda nə elədir? Məsələn, sizi çaşmamaq üçün, qaçdırmamaq üçün belə deyə bilərik. Məsələn, biz ilk anda 34.000-lə silərik, deyərik ki, məsəl üçün. Lakin bunlar heç bizdə yoxdur. Deyək ki, yoxdur. Və bu 34.000-də yoxdur. Biz bunu sırf 9.000 üzərindən versəydik, necə olacaqdı? Amortisasiya xərci yığılmış amortisasiya. Bu nəyə oxşuyur? Bu elə bir ki, oxşuyur, əmək haqqı xərci əmək haqqı öhdəliyi.
İlk anda neylədik? Birinci il üzrə amortisasiya məbləği hesablanır. Sonra neyləyirim? Elbəttə amortisasiyanı sıfırlayıram. Necə sıfırlamalıyım? Təbii ki, bu avadanlıqda söhbət getdiyinə görə əmək haqqında olsaydı nə olacaqdı? Biz pulumuzu azaldacaqdıq, gedəcəkdik öhdəlik hesabının azalmasına. Burada isə puldan söhbət getmir, avadanlıqdan söhbət getdiyinə görə avadanlığın dəyərin 9000 azaldacaqdıq, gedəcəkdik yığılmış amortisasiya hesabının bağlanmasına. Gördünüz? Yəni, nə deməkdir? Burada avadanlığın dəyəri 45.000-dirsə, debetdirsə, buna kredit vermək nə demək? O demək ki, avadanlığın dəyəri 36.000-ə düşür deməkdir. Gördünüz? Avtomatik düşəndə bununla bu gedəcəkdi. Nə qalacaqdı? Amortisasiya xərci və avadanlığın qalıq dəyəri. Növbəti ildə avadanlığın dəyəri məsələn olacaq 36.000. Növbəti ildə 36.000 olmayacaq, olacaq 27.000. Sonra 18.000, sonra 9.000, 5 il sonra sıfırlanacaqdı. Ancaq biz istəyirik ki, ləğv etmə dəyəri filan da olsun. Bu səbəbdən bu əməliyyatda daxil eləmək üçün bu səbəbdən digər qalıq 34.000-ə daxil eləyirik və 2.000-də ləğv etmə dəyərini eləyirik ki, digər əməliyyatlarda daha rahat başa düşək. Məsəl üçün, burada 34.000-ə eyni bu 9.000 buradadır, hesabladıq və onu sildik. Burada da yenə nədir? Burada 34.000 hesabladıq və ya planladıq, yenə sildik. Sonda nə qalır? 2.000. Niyə? 9.000 bir daha 34.000 burada. Nə qədər elədi? 43.000. Avadanlığımızın dəyəri nə qədərdir? 45.000. 45.000. Niyə neyəcəyik burada? Biz avadanlığı bir də burada hər dəfə amortisasiya elədikcə avadanlığın qalıq balans dəyərini azaldırıq, veririk, yığılmış amortisasiyaya sıfırlayırıq. Sonunda qalıb 2.000. 2.000 də azaldığında nə edəcəyik? Buradan 111-ə yenə 2.000-li yazılış verəcəyik. Gedəcək, ancaq bu dəfə yığılmış amortisasiya getməyəcək. Gedəcək xaric olmasına. Necə ki, malın ambardan çıxışı xərc sayıldığı kimi, avadanlıq da amortisasiya olunduqdan sonra ləğv eləyib, balansdan siləndə, o adda balans hesabında bir aktiv olmayanda, nə edirik? Ona yenə əks yazılış verib xərcə silirik. Yəni, xərcə silinməsi nə demək? Təbii ki, bu da gedəcək, onun mənfəət zərri hesabatında yer tutacaqdır. Təbii ki, 2.000-ni kiməsə satırıqsa əgər, nə əldə eləyəcək? 4.000 pul əldə eləyirsə, deməli, biz o bank hesabımızda 4.000 pul, yəni 223 olan bank hesabı və ya pul vəsaiti hesabımızda 4.000 pulumuz aldı. Hardan atacaq? Aktivlərin satışından gəlirdi. Və hesabımız, nömrəmiz bu gedir. Məsələn, biz buradan da baxa bilərik, görürsünüz ki, hesablar planında bu, burada gedir ki, baxın, yığılmış amortisasiya hesabı məsəl üçün. Nə var? 112 nömrəli hesab. Və ya gəlib baxsaq biz digər bir hesablarımıza burada. Adına baxın. Sar əməliyyat gəlirləri. Yəni, görürüz, aktivlərin, torpaq, tikili və digər uzun müddət aktivlərinin satışından gəlirlər. Bunun xərci nə olurdu? Xərci də eyni qaydada olurdu. Xərcinə baxaq. 731 nömrəli hesab. Yəni, sar əməliyyat xərcləri. Nə deməkdir? Torpaq, tikili, avadanlıqların və digər uzun müddət aktivlərin xaric olması üzrə xərclər. İndi bu əməliyyat jurnalını biz burada indiyə kimi qeyd elədiklərimizi, indi biz bunu avtomatik olaraq gətirək verək hansı formada? T hesabına. Görə T hesabına necə baş verəcəkdir? Demək, ilk anda görürsünüz, burada 45.000'lik mənim hesabımdan pul çıxır. Hara gedir? Mən avadanlığa sahib olurum. Nəqd avadanlıq. Boz rəngdə işarə eləmişəm. Yuxarıda qeyd elədiyimin mən burada T hesabda veririm. 45.000 buradan çıxır. Nəyə sahib oluram? Avadanlığa sahib oluram. Bu birinci əməliyyat. Bu hansı əməliyyatdır?
Bu birinci əməliyyat, bu əməliyyat. Aydındır bura kimi. İkinci əməliyyatımız nədir? 9000-lik və 34000-lik bizim amortisasiya xərcimiz var. Gəlirik, həmin anlıq yığılmış amortisasiya hesabı yaradırıq və bir dənə xərc hesabı yaradırıq. Bura 9000, 34000 yaradırıq. Ona uyğun da 9000, 34000 bura yazırıq. Sonra avadanlığın dəyərindən görürsünüz, 9000-dən biz burada 34000-i azaltdıqda, eləmi? Sıfırlamalıyam avadanlığı. Niyə? Mən avadanlığın dəyərini azaltmalıyam. Səbəb nədir? Çünki amortisasiya elədikdə, amortisasiya nə demişdi? Demişdi ki, avadanlığın istifadəsi nəticəsində onun köhnəlməyə məruz qalır və biz bunu hissə xərcə silirik. 9000 buradan, fərz elə ki, cəmi 43000 eləyibdir. 43000 avadanlığın dəyərini siləndə gələcək yığılmış amortisasiya. Yəni, bu hesab bağlanacaqdır. Sıfırlanacaqdır, o müvəqqəti bizə lazımdır. Gördünüz? Sonda nəticə nə əldə edəcəyik? Buradan çıxan gəlir oturur burada. Yəni 43000 amortisasiya. Və 2000 qalıb. 2000 hara gedir? Avadanlığın dəyərini 2000 manat silsək, gələcək növbəti hesabımız. Nədir? Ləğv etmə dəyərini. Bəli, bu gələcək bizim növbətdə ləğv etmə dəyərini. Demək, avadanlığımız sıfır olacaq. Bəs yaxşı, kiməsə 2000-ə avadanlıq verdi. O bizə müqabilində verdi 4000 manat. Tamam, 4000 manat verilməsi nə deməkdir? O deməkdir ki, mənim pulum artdı. Gördünüz? Nə qədər artdı? 4000 manat. Mənbə hardandır? 611.1 nömrəli hesabda. Deməli, bir dənə toparlayaq. Hansı hesablar oldu? İlk anda bank hesabı ilə avadanlıq bank hesabı 45.000. Burada. Avadanlıq bank hesabı 45.000. Növbətdə nə edirik? Yaradırıq 9000-lik və 34000-lik yığılmış amortisasiya və amortisasiya xərci. Sonra amortisasiya hesabından 43000-i azaldırıq, silirik, gəlir bizim yığılmış amortisasiya hesabı sıfırlanır. Necə ki, əmək haqqı ödəyim, əmək haqqı ötəlim azaldığı kimi, avadanlığın dəyərini azaldanda yığılmış amortisasiya hesabları sıfırlanır. Biz bunu öncədən yaratdığımıza görə, biz artıq bunu ödəyəndə təkrar xərci yaratmağa ehtiyac yoxdur, o gəlir, bu sıfırlanır. Təbii ki, burada 2000 qalır. 2000-liyi də sonunda balansdan silirik ki, artıq bu bizə lazım deyil, istismar müddətini başa verir, satmaq istəyirik başqa bir şəxsə. Sadəcə dəyər 2000. Nə edirəm? 2000-lik artıq mən buna da 2000-lik dəyərini azaldıram. Gəlir, 2000-lik azaldanda gəlir bir dənə növbəti hesabımıza ləğv etmə dəyərini. Təbii ki, 2000-lik bir, necə ki, maldan ambarın çıxışı xərc salib, SMM-də kimi qeyd elədiyimiz kimi, avadanlığın da ləğv etmə dəyərini, yəni ləğv etmə dəyərini müqabilləşməsini verən kiməsə satanda nə edirik? O buradan çıxır və gəlir otur ləğv etmə dəyərində və ona görə bizə 4000 pul ödənilirsə, deməli ilk anda da pulumuz artır. Nə qədər debetdə pulumuz artır? Nə qədər? 4000 olur. Mənbə hardan olur? Aktiv satışından gəlir.